Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, yük avtomobili yolun qaranlıq hissəsindən keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən ilə hadisə yerindəcə həyatını itirib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Yolun ortasından gedirdi. Görməyimlə tormuz atmamın dəymən biri oldu.